Çiyələkdən elə bir cem hazırlayaq ki, meyvə tikələri diri qalsın. Buna görə də blenderdən istifadə etmirik. Əvvəlcə çiyələkləri yaxşıca yuyub təmizləyirik. Sonra isə xırda doğrayırıq. Məndə 3 kiloqram çiyələk var idi və üzərinə 1 kilo yarım şəkər əlavə etmişəm. İstəsəniz 1 kilo şəkərlə də hazırlaya bilərsiniz. Amma mən biraz daha şirin olmasını istədim. Çiyələklə şəkəri yaxşı qarışdırıb yarım saat, 1 saat kənarda qoyub gözləyirik. Şəkəri əriyib və su buraxandan sonra ardınca yarım limon suyunu sıxıb qazana əlavə edirik. Qazanı yüksək odda qaynamağa qoyuruq. Qaynama başlayanda üzərində köpük əmələ gələcək. O köpüyü qətiyyən yığmayın. Məhz həmin təbii köpük cemin qatılaşmasına kömək edir. Qazanı mütləq böyük seçin, çünki qaynadıkca cem qalxır və daşa bilər. Qaynama başladıqdan sonra istəsəniz odu bir qədər azalda bilərsiniz. Mən 3 kilo çiyələyi ümumilikdə 50 dəqiqə bişirdim. Hazır olandan sonra əmələ gələn köpüyü yığışdıra bilərsiniz. Hazır olub olmadığını yoxlamaq üçün biraz cemi boş qaba tökün. Qaşıqla ortadan çəkəndə cem dərhal birləşmirsə deməli hazırdır. Sonda cemi bankalara doldurun və qapaqlarını möhkəm bağlayın. Soyuduqdan sonra isə uzun müddət rahatlıqla saxlaya bilərsiniz.